Axşamınız xeyir olsun əziz yoldaşlar. Qrupumuza atılan belə bir Python sualına baxacağıq. Bu sualın izahını verməyə çalışacağıq. Deməli, biz nəyə görə oradan götürdük bunu? Aha. Bir dəqiqə. Aha. Deməli, proqramın sonunda S-in çıxışa gedən qiyməti nə olacaq deyə bir sual qoyulub kodun sonunda. Gördüyünüz kimi S-in ilkin qiyməti 0-dır. Yaxınlaşdıraq. S-in ilkin qiyməti 0-dır. Sıfır. For dövrü daxil edilib. For i in range 1-9. Aralıq qoyub bura 1-dən 9-a qədər. Bildiyiniz kimi range aralığında deməli birinci qiymət götürülür, sonuncu qiymət götürülmür. Yəni i-nin burada hansı qiymətləri dövr eləyəcək? 1-dən 8-ə qədər olan qiymətləri. Yəni 1 götürülür, amma 9 götürülmür. 8, i-nin sonuncu qiyməti 8 olur. Bundan sonra if şərti daxil edilir və if bölünsün 2 bərabərdir 0. Bilirsiniz ki, bu operator bizə qalığı qaytarır. Yəni, deyək ki, yazılsa, deyək ki, a bərabərdir 4 bölünsün. Bu tam olaraq bölünsün demək deyil. Yəni, mesela 4 bölünsün 2 print a desək bu zaman bizə qiymət 0 olaraq qaytarılacaq. A-nın qiyməti 0 olaraq çıxacaq. Nə deməkdir bu? Yəni 4 bölünsün 2, 4-ün 2-yə bölünməsindən alınan qalıq 0-dır. Yəni bu bizə qalığı qaytarır bu operator. İndi gələk sualımıza. Burada if i bölünsün 2 bərabərdir 0 o deməkdir ki, yəni i-nin 2-yə bölünməsindən alınan qalıq 0 olduğu halda s-in üzərinə, bax burada, bu blokda 1 gəl. Sonra yenə if i bölünsün 3 bərabər 0, yəni i-nin 3-ə bölünməsindən alınan qalıq 0-dırsa, bu blokda s-in üzərinə 2 gəl. Və burada bir də break qoyulub sonda. Burada break dövrü məcburi dayandırmaqdır. Yəni, bax, bu şərt ödəndikdə dövr məcburi olaraq dayandırılacaq. Və bir dənə diqqətli olmaq lazımdır ki, burada bu ifadələr var. S plus 3 və S plus 4 ifadələri. Bunlar for dövrünün daxilindədir. Amma for dövrünün daxilində olmasaydı, burada olsaydı, biraz qiymət fərqli olacaqdı. İndi bizə for dövrünün daxilində verilib. Biz ona baxaq. O hala da baxarıq. Amma biz hələ ki bu hala baxarıq. Deməli, indi addım-addım izah eləyək. If i bölünsün 2 bərabər 0. Bildiyiniz kimi i 1-dən 8-ə qədər qiymətlər alacaq bu dövrdə. i-nin ilk qiyməti olacaq 1. 1 2-yə bölünəndə qalıqda 0 alınmadığına görə s bərabərdir s plus 1 bloku hesablanmayacaq. Yəni bu bloka girməyəcək. Keçirik ikinci ifə. 1 bölünsün 3. Burada da qalıq 0 alınmadığına görə bu bloka da girmirik və qaydırıq dövrün əvvəlinə. Və i-nin ikinci qiymətini artıq götürürük. i bir qiymətini alanda heç bir şərt ödənmədi. Keçdik i-nin ikinci qiymətinə. i-nin ikinci qiymətində i yəni bərabərdir 2 olduqda 2 bölünsün 2 həqiqətən 2 2-yə tam bölünür, qalıq 0 alınır. Və qalıq 0 alındığına görə bu şərt ödənir və ödəndiyinə görə biz bu bloka giririk artıq. S bərabərdir S plus 3 blokuna giririk
və daha doğrusu S bərabər S plus 1 blokuna. Üst blokunu yoxdur orada. Belə ki. S-in ilkin qiyməti 0 idi. 0-ın üstünə 1 gəlir. Burada S alınır 1. S-in qiyməti burada alındı 1. Keçirik bu ifə. I bərabər, I bölünsün üst bərabər 0. I 2 idi. 2-ni 3-ə böləndə qalıqda 0 alınmadığına görə bu bloka hələ ki girmirik. Və bu bloka girmirik, amma keçib buradakiləri hesablayırıq. Keçirik buradakı hesablayırıq. S-in qiyməti 1 almışdıq bu blokda. İndi 1-in üstünə 3 gələndə burada S-in qiyməti olur 4. Və keçirik aşağı, 4-ün üstünə 4 gəlirik, olur S-in qiyməti 8. Təzədən qayıdıb giririk dövrə. Çünki bu break o zaman görəcək ki, kod bu if şərti, ikinci if şərti ödənsin. Çünki break o şərtin daxilindədir. Keçirik bu i-nin növbəti qiymətinə. I-nin növbəti qiyməti olacaq 3. Biz indi 2 qiymətini yoxladıq. 2 qiymətində S son olaraq 8 aldı. Bax, S-in sonuncu qiyməti 8 oldu. Sonra indi i-nin 3 qiymətində 3 bölünsün 2, qalıq 0 alınmır. 3-ü 2-yə böləndə qalıq 1 alınır. Ona görə bu bloka girmirik. Keçirik ikinci ifə. 3 bölünsün 3. İndi i-nin qiyməti 3 idi. 3-ü 3-ə böləndə həqiqətən qalıq 0 alınır və bu bloka daxil oluruq artıq. Bu blokda nədir? S plus 2 blokudur. S-in biz son qiymətini 8 almışdıq. Burada 8-in üstünə 2 gələcək. S alınacaq 10. Və keçib burada bu blokları hesablayacaq. Onun üstünə 3 gələndə, bax, S plus 3-də, S-in axırıncı qiyməti oldu 10. Onun üstünə 3 gələndə olur 13. 13-ün üstünə 4 gələndə olur 17. Və artıq dövr burada qırılacaq. Yəni dayanacaq. Niyə görə? Bax, bu break dövrü dayandıracaq. Və çıxışa 17 qiyməti veriləcək. Cavab B variantı. İndi gəlin bunu Python'un özündə yoxlayaq. Artıq mən burada bir fayl hazırlamışam və həmin kodları burada yazmışam ki, video çox uzanmasın. Gördüyünüz kimi kodu yazmışam. İndi gəl bu kodu icra edək. Gördüyünüz kimi 17 qiymətini ekrana çıxardı. Yəni, indi burada əgər bu S plus 3 və S plus 4 qiymətləri for dövrünün daxilində olmasaydı, yəni, bax, burada olsaydılar bunlar, qiymət təmiz başqa cür alına bilərdi. Qiymət 10 alınacaqdı yəqin ki burada. Çünki i-nin 2 qiymətində 0, S plus 1, S olur burada 1, bura ödənmir, qayıdır tezdən dövrə. I-nin 3 qiymətində bu blok hesablanmır, çünki qalıq 0 olmur, amma bu blok hesablanır və S-in axırıncı qiyməti 1 idi. Burada 1-in üstünə 2 gəlir, olur 3 və dövr dayanır. Dövr dayandıqdan sonra 3-ün üstünə 3 gəlir, alır 6. 6-nın üstünə 4 gələcək, alınacaq 10. Gəlin yoxlayaq, görək bu nə cavab qaytarır bizə. 10 çıxmalıdır cavab. Gördüyünüz kimi cavab 10 çıxır. Yəni, bu şeylərə diqqət eləmək lazımdır. Yəni, o ifadələr dövrün daxilindədirsə, cavab 17 alınır. Xeyr, bu şəkildə dövrdən kənardadırsa, cavab 10 alınır. İndi gəlin bunları biraz da fərqli yazaq. Bunları dövrün daxilinə tezdən qaytaraq. S bərabərdir S plus 3. S bərabərdir S plus 4. Bu dəfə break deməli break'i burada yazmayaq bu dəfə. Bu dəfə break'i burada yazaq. Bax, burada. Burada da artıq nəticə fərqli olacaq. Bax,
Artıq i-nin 2 qiymətində şərt ödənən kimi dövr məcburi dayanacaq və onda da deməli i-nin 2 qiymətində s olur 1, s-in üstünə 1 gələcək, 1-in üstünə, yəni s-in üstünə burada 3 gələcək. Yəni 1-in üstünə 3, 4, 4-ün üstünə 4, 8. Burada qiymət 8 alınmalıdır artıq. Gördüyünüz kimi qiyməti 8 olaraq geri qaytarır. Yəni bu məsələlərə diqqət eləmək lazımdır. Yəni breakin hansı yerdə olduğu da çox böyük önəm daşıyır. Bu qədər. Sağ olun. Gecəniz xeyrə qalsın. Növbəti izahlarda, video izahlarda görüşərik inşallah.